by end of this year. Congratulations. Thank you. People who have jobs outside, you are teachable. ADA students with 4 GPA is not teachable. Art-arda 2 dərsdən sonra gedirəm pisiyə nəhayət ki. Biraz yorğunam və acam. Okay, o qəşi olduğunu düşünemiyorum. Bir də gördünüz özünüzü YouTube'da gördünüz. Bir də gördünüz. Nasıl görmüşəm? Biz officially spring sezonu açıq elan edirik. Bəli, ümumiyyətlə spring semestr indi başlayıb da, yəni tətildən sonra. Biz Emilə ilə belə qərara gəldik. Hava yaxşı oldu, belə bilmirəm sizin zamanında belə stressdən adam spring kimi hiss eləmirdi başa düşürsünüz. Mən əslində bunu YouTube'a vlog kimi eləmək istəyirəm ki, starting from April 1st və Novruz bayramından sonra. Bəli, prosta ki, tək problem bilirsiniz nədir? Tək problem mikrofonun olmamalıdır. Mən yəni uzun müddətdir YouTube'a çəkmək istəyirəm. Mikrofonum yox idi deyə mən başlaya bilmirdim. Bugün də belə istədiyim kimi başlamadım. İşıq da indi məsələn pisdir. Bu vlog səliqəli ola bilərdi, amma bu vlog random olacaq çox. Mən heç bilmirəm falan. Gözəlimdir. Görürsünüz də məni sevirlər. Görürsünüz. Göstərsən Allah şey. Sən Allah göstər bilə. Neydi davranırlar bilmiyorum. Bakın. Tamam. İnandım tamam. Necəsə? Amma elə bildiğimiz kalendara əsasdır. İnanmadın tema deyil, biraz sən. Birinci inanmadın, sonra daha çok böyle... Sen o grup siz demiştin mənə. Düşündüm ki o olmuştur. Demiştir, yapmıştır. Ayda mənim ağlımdan keçmişdi, mən sizə şey diyeceğim. Sən yaxşı formula şeyin yadımızda özü bu stolda olmuşdu ya. Özü düz bu stolda olmuşdu formula teması. Məni yuxudan oyatdılar, gətirdilər, oturdurlar. Bir hafta zarfatı. O Yine öyle çok. Yine inanmıştı. O çok pisiydi. O da sanmıştım. Hep gidip ona desen ki ağla bir de. No. Ben şiddetli bir istedim. Bugün belə görsün. Selam uşaqlar, bizim spring semestr. Gəlin şəkil çəkin, Naidim ağırlasın. Saat 4'də spiçim var. İndi onu oxuyacağım, biraz təkrarlayacağım. Dəhşət mükəmməl öyrənməmişəm. Niyəsə yeni qəribə bir rahatlıq var içimdə. Amma məncə yaxşı olacaq. Bir də ki, ehtimal var ki, bizim spiç sabaha qalsın. Yəqin ki, o rahatlıq da elə buna görədir. Presentationımız 25% verir və Azərbaycan Government dərsindəndir. Mövzumuz isə aspartinglə bağlıdır. Məncə maraqlı mövzudur. Bu arada spring gəlib, bu məni dəhşət motivasiya eləyir. Burada da uşaqlar voleybol oynayır. İndi bu mənzərədə onlara baxa-baxa mən öz spiçimi təkrarlayacağım. And now let's just briefly look at the advantages. So as I already mentioned, it's fast. There are no Under the Ministry of Justice, pedestrians and the general organization of the city. Before this reform, a few moments later. Həyatımda keçən ən bərbad prezentasiyadan sonra sidəyəm. Yemək yiyirəm, Şanayla. Şanay salam elə. Salam. Şanay, bu birdən YouTube'a gelə bilər. Okey, onda YouTube'daki takipçilerine salam. Həm deyirəm, artar da takipçilərim, izləyicilərim. Gələn dəfə salam verəndə 1 milyon takipçiyə salam vermək istəyərəm. Bərbad keçən prezentasiyadan sonra indi biz nəhayət ki, aylar sonra oturub söhbət edirik. Bəli. Deməli, uşaqlar, həmişə buradan keçəndə xəyalını qururdum ki, bir gün adada oxuyacağım. Real oldu. Gəzirəm burada. Hal-hazırda mən kaş bu havanı ötürə bilərdim. Sən bu havanın gözəlliyini görürsən sən. Çox xoşbəxt. Mən hava qəşəng olanda elə bilirəm ki, bütün problemlərim həll olur. Bizim Gövhər kampus. Bu
arada mən bayaq dedim Şanayın şəkil videosunu çəkəndə. Onda podruqası dedi ki, biz Şanayla oxşayırıq. Sizcə biz Şanayla oxşayırıqmı? Məncə indi elə də görsənmir, amma əsl həyatda daha çox belə oxşuyuruq. Məsələn, tək Şanaya baxın. Tək Şanaya baxanda biraz mənim vibe'ım var. Mənə də baxanda bugün səhər saat 10-dan idi ki, mən universitetdə idim. Hazırda saat 8-in yarısıdır. Çıxdım. Nəhayət evə gedirəm. Çox dolu, stresli və gözəl gün idi. Tətildən sonra ilk gün idi. Həqiqətən universitet üçün darıxmışdım, bunu deyə bilərəm. Və hər dəfə proyektdən, tətildən sonra universitetə qaydanda ilk günümmüş kimi hiss edirəm qəribə bir şəkildə və çox zövq alıram. Sabah getməyəcəm universitetə, ona görə 5-ci gündən davam edəcəm və aprelin 10-na kimi ümid edirəm çəkərəm vlogu. Yəni belə, hələlik. Sağ olun, dostlar. Bir nəfər demişdi ki, bugün universitetə gəlməyəcəm, amma gəldi. Çünki bu cür gözəl havada evdə oturmaq olmaz. Həm də ki, ofis ağrı gəlmişlər. Bundan əlavə də Jalə dedi ki, gəl. Mən də dedim ki, gəl. Jalə mən çağırır, mən gəlmərəm heç. Asla elə bir şey olmaz. Yenə hava. Şimdi hər şey deyəmdir. Bir dənə ideal olmayan şey mən danışa bilmirəm. Tanrım. 25 işim var ben. Aa, boş saxla dedi axı sənə. Uzun müddət sonra sırf dostlarım dedi deyə mən gəlmişəm universitetə. Salam dostlar. Ne güzel görünüm. Dur ben çəkmə saxla. Mənim ən sevdiyim sessionlar başladı. Hələ bu qızın outfitinin gözəlliyinə baxın. Babası Alabek kıskasın. Hə, oldu. Bu uşağa baxın elə. 05 neyle bir şey alnından taşırsın. Mənim ən sevdiyim sessionlar başladı. Bax budur. Spring. Akşam çıktık saat. Çok bu insanlar. Gülümse sen, o zaman demek işler yolunda. Oho, burasını bəyənirəm. Burasını bəyənirəm. Uzun müddət sonra mola gəlmək necə hiss elətdirir? İşte telefonda deyim. Biz bugün döner adıyla gəlib şarma da edirik. Ama Fəridin sifarişi ilə gəldi. Şahar tek yiyirəm sizin qarşınızda. Özür deyirəm. Böyükdür. Mən demişdim. Ayran da var. Və qənəbə menüsü. Və 5.80. Yararlana bilərsiniz. Məncə bəyənəcəyik. Yəni daha bir Əprov elədik. Dəhşət dadlıdır. mən sevirdim normal ama öyle severim. Şarma yemiştim. Yadından mayonez kusurdu. Mən də o şarmanın bu arada şarmasını bəyənmirəm. Biz bu arada fast food çox yemirik. Yəni bəzən. İroni eləmirik. Oradan uşaqlar. Sağlam qida. Amma bəzən lazımdır çünki balansı qorumaq üçün. Bəzən. Uşaqlar, indi compare eləyəcəyik. Fəridinki və bizimki. Bizimki içi dolu və böyük. Fəridinki balaca. Zavat çörəyidir, zavat. Və istidir. Baxın. Uşaqlar Mənimki baxın. daha böyükdür. Haydi YouTube videolarına oxşadı. Yo, bizimki məncə. Məncə bizimki daha iridir. Amma mənimki daha keyfi. Hey. Sən tövsiyə görürəm, yoxlamalısan. Başqa şey düşür buradan belə sakit. Gəldik adaya dəyməyə. Dedi ki... Mənim ən sevdiyim aktivite. Çəkil. Çəkil gəlirəm. Gözdə getmə. Ölürəm. Elə bütün Jale. Evet, Jale. Jale yavaş yürü. Gel. 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 Gelirim ha. Gel. Yavaş. Jale.
Biz late night walk eləməyə qərarına gəldik. Jaliəni evə ötürəndən sonra indi Fəridlə işi 28-də. Mən baxdım, attım sayımı. Məndə 12.341 falan idi. Bəs hərçində 18 minə çatır. Sumqayıtda yaşamanın üstünlükləri. Ay Allah, nə olar səsim gəlsin bu küləkdən. Işıqdan görünəcək. Biraz özümü övünmə olar. Okay, Rufat, let's start with Rufat. I will talk about one of constant. Conclusion of this research is when you use Anglo-Saxon names, It will be 21.77%. Understood? Yine havadan uçak business. Demek ki bunu götürdün. Salam dostlar. Yenə mən, yenə Zəhra, yenə kameramız və Günəş, Ada. Günəş gözara vurur. Vlogumdaki 3-cü gündür bu məncə. 4-dən 3. 3 yoxsa 2. Dünən birinci gün idi universitetin. Bilmirəm. Yox, bu üzrə 3-cü günmüş. 3. Görün nə gözəldir Zəhra. Utandırım Zəhranı hamının yanında. Blush. Mən də şahane çək. Baxın görün şahənci gözəl. Mənə qoymur Şəkil video çəkməyə. Yox, indi qoyacağım da açmışdım. Hə, həbsən. Günəş belə qəşəng olanda o qədər sevinirəm ki. Mən baxmıram o kinaya, amma Zəhra baxır. Baxın uşaqlar. Zəhra mənə bu mahnını tövsiyə gördü. Başdan qulaq asanda mən də oradan bəyəndim mahnını. Niyə? Çünki onu Zəhra tövsiyə eləmişdi də. Yəni yoxsa başqa Siz məni bu yoğurtu ancaq 6-cı günlər yeyən görərsiniz. Çünki mən ancaq özümü öyrəşdirmişəm. Çünki mənim keçən semestrdə, bu semestrdə 6-cı gün dərslərim var. Və mən niyə belə danışıram yenə? Və mən öyrəşdirmişəm hər 6-cı gün dərsin breakində və ya dərsdən sonra da yoğurt yeməyə. Pis alışqanlıq. Pis alışqanlıq deyil, bu yaxşı alışqanlıqdır. Sevmədiyim insan görəndə mən bu banan fikri də ki, bilmirəm. Evdən çıxanda gördüm banan. Səhər də yemək yeməmişdim, az idi. Yəqin onun azlığı ilə götürdüm, gəldim, yeyirəm. Hədəf 41 kilodan 50 kiloya. Birinci çox böyük qaldırdım hədəfini. Olsun 45. Uşaqlar pis qərar yemişim. Mərci ilə kartuşka yemişdim. Üstündən balanın necə yaxşı yetmədi, ürəyim bulandı. Yəni, ürəyim bulanırsa deməli yaxşı yoldayım. Deməli kökəlməyə doğru. Bu da mənim realistik fikirlərimdən bəziləri. Bu abartmışam. 500 plus. Nə qədər plus? Dostlar, qəribə bir şəkildə havalar soydu, yağış yağacaq. Və universitetdə dərsim qutardı, yeməyimi yedim. Yatdım 20 dəqiqə və indi də gedirəm Nizamiyə, Jale ilə. Yoga session var bugün. Çox dəyərli dostum məni də özü ilə
apardıq üçün həmin dəvətə gedib biraz başımıza qatmağa qərar verdik. Ümid edirəm yaxşı təsir edir bizə. İşte belə. İndi gedirəm Nizamiyə, Şaləyə görüşməyə. Sizden görmüşsünüz hemen dağıttım. Şahane'nin yapıyoruz. Ay kız. YouTube'a ne yapıyorum? Ben de sizi çok memnun oldum. Sevmek var mı? Salam əleykum. Mənə görə gəl. Mənim əlim hələ dərs. Mən Allah'ım. Mən buranı qoymayam da buranı. Ne bilirsən? Xərçəng. Drama kimi diye. Özür söyledim arkaya. Şartım alsana ya özür dilerim. Ama mesela Deməli dostlar. Yogadan çıxandan sonra sizcə biz nə elədik? Dedik ki, Kakras Nizamidəyik. Pişka, David Pişka. Şöyle biraz danış David Pişkadan. Uşaqlar, bilirsiniz ki, sağlamlıq deyiləndə biz yoga, sonra da pişka tam belə də bir-birinə. Amma çox tatlıdır. Ben indi bildim ki, üstü şokoladlı olurmuş orada. Ben ölürəm ondan ötürü. Mən heç onu try eləməmişəm belə. Bax bura. Səni yiyərəm. Sən necəsən belə? Hadi bacı. Jalen qosu. Baxın. Görün nə qəşəng parıldayır. Jalen çəşib parıldayan şey bulos. Buradan bir reklam. Buradan bir sədvanı. Qəşəng gün keçirəndən sonra bizim... Yo, onu burada demirəm. Onu publika səsləndirmək istəmirəm mən. Bəli, biz xoşbəxt halda gedirik hazırda evə. Evdə gedəcəyik. Evdə gidəcəm, çim öncəm. Zəhra yatacaq. Sonra Mən yuxum çəkdirirəm. Mən yorğun günlərin sonunda belə oluram. Hələ bunlar daşıyanda. Hadi Zəhra yatma da, biz niyə? Mən şimdi çıxacam, mənim yuxum gecə, sən gəlməyəcək. Sonra biz yatamayacaq. Yo, mən yatacaq. Biz gelirik inşallah. Bu gözəllərin Reels Maker'ıyıq. Bu gözəlliyə baxın. Bu gözəlliyə. Hop. Küləyin səsini eşitirsiniz. Biz bir dənə bu evdə qaldı deyə sizinlə Badirədə var. Bir yol yürü, ikinci səfər gedirik. Özü gec gitdik ya. Benim ev var. Zəhra sağ olsun. My Superman. Superwoman dedi. Superwoman. Ben yutura gelmişik. Reels Maker'ına gelmişik. Bir prenses gibi yani. Dostlar, mən belə bir şey experience eləməmişdim. Taksidən düşəndən sonra çörək almağa getdim. Və küləklə yağış o qədər pis vururdu ki, həqiqətən həyatımda belə bir experience olmamışdı. Bu ilk idi. Hətta yolu belə dəyişdim. Başqa yolla gedirəm çünki sırf külək məni uçurtması deyə. Yoxsa mən yoxdum oradan da. Dəhşətli bir külək idi bu. Bilmirəm bizə yağış nə zaman, yağış deyirəm, bahar nə zaman gələcək. Çörəyimdə yağış oldu. Amma artıq gəlsin o yaz. Çünki ona ehtiyacımız vardı oradan da. Gedirik imtihana.
Güneşli bir gündən hər kəsə salamlar. Bu günü çox pozitiv, rəngarəng açmışam. Kombinimi nəhayət ki, YouTube videosunda da göstərməyə nəsib oldu. Biz indi biraz düşürmüşdür üzümə. Amma neysə. Biraz danışım. Yəni pozitiv olduğumun bir dəqiqə sonrası da budur. Gözəl saçım körlandım. Okay. Deməli, good make-up deyil, prosta işıqdan good görünmür. Good hair deyil, küləkdən good görünmür, amma good outfit deyil. Günün gözəlləşməsinə, hətta günəş belə rolu var da. Ona görə uzun müddət sonra, baxın bu işığı mən deyirdim, uzun müddət sonra nəhayət ki o pozitiv oyanış, pozitiv hazırlaşma baş verdi. Pozitiv mahlara qulaq asasam. Son 2 gündən danışsam, ondan əvvəlki gün hava çox pis idi. Sadəcə dərsə getdim, oturdum və gəldim. Çünki küləkli və yağışlıydı. Heç umudda da değildim ki, nəsə çəkim. Dünən isə mən evdə idim, ev günüm idi. Prosta evdə olub bəzi assignmentlarımı eləmişəm və ancaq yatmışam. Mənim ev günlərim belə keçir. İndi isə 3-cü gündür. Gedirəm universitetə və səhər 10-dan axşam 6-ya işləmişə qədər dərsim var. Ümdə gələm çox yorulmam. Guidelines. So let's say you're in a Chinese market. And they see that there has been an increase in that hostility directed at Chinese, Indonesia, or search active. İndi bizim business communication 2 classımız olacaq. Emilia. Sen... She's my groupmate, she's my friend. Şey. Prosta ki hələ sevimli teacherimiz gecikir hələ ki. Mən də dedim vlog çəkim səsli tez. İşıq buradan çox qəşəngdir. Mən bu dərsi çox sevirəm, çünki çətinliyi yoxdur. Bir də ki, real life-dan daha çox bəhs eləyir. Çünki, məsələn, indi bu dərsimizdə CV, iş imkanları, nə bilim, cover letterdən filan danışacaq, onları discuss eləyəcəyik. Ümid eləyirəm, səsim gəlir. Mikrofonum yoxdur. Kasıbam var. Zakaz verəcəm ondan. Yəni belə. Gəlsin öyle. I miss her. Deyəsən doğrudan I miss her. Yes, if she's gonna leave next year, it's gonna be bad. Geldi. Hi. İndi sevindim. How I enjoyed this class. Yəni ki, nə vaxt başlayır, nə vaxt qurtarır, başa düşürsən. Belə söhbət. Çünki tez buraxıram. Yaxşı da. Çünki belə casual keçir, belə prosta yəni friendly, ancaq məsləhətdə və daily life-da. Ona görə sevirəm bu dərsi. Çox insan buraxır bu dərsi. Çox insan buraxır bu dərsi. 3 dərs qalıb. Hə, amma mən уже buraxmamaq qərarını verdim. Çünki birdən bu müəlliməmiz gələn semestr olmaz. Sonra mən çox səd olarım və özümü günahkar hiss eləyərəm ki, mən onun dərslərinə girmirdim. Ona görə gedirəm. Having also experience in Germany, having experience in Switzerland, various resources. Já prosím doktora Českého armádního sboru, kde má přídavek za Ne güzel açışlar. Jale hep söz demeyin. Bu sözü demeyin Jale. Jale and her never-ending assignments. Ay. Vlog çəkirəm, danış, əl eləmə. Jale, bilirlər ki, dur halk kanalına video çəkilir. Dur halk kanalına video çəkilir.
Çok zəifəm dostlar. Mən nəsə bu dəfə alındıra bilmirəm. Bir oyun ben kalır. Babaları gəlir inatına. Çəkmə day göz, stres atamıram. Mən bu dəfə atacaq, hiss edirəm. Atırsan, atsan. Yes! Aferin, aferin! Alınma, çəkəndə alınma. Sağlar, 2 dəfə uduzdu. Mənə baxın. Yəni ki, mənim bir balaca şeyi abartmağımda, yəni. Biz gəldik Belçiyana. Bizim sevimli məkan. Salam dostlar. Bugün Zəhrəgili gəzməyə gətirdik. Aslında Zəhra geçsin. Lisalarımı çıxartdım. Bilmirəm, gördünüz əvvəlki formasını ya yox. Yəni beləmsi. Sağ olun. Gedirəm. Uşaqlar, salam. Mən bugün 9-da satmışdım var, amma mən 9-da qoydum torbatırdım. Necə bacardı onu satmışdım. Amma grup yoldaşımız da köməklər, sağ olsun. Bu ne vakti gelir? 6 ayda. Git ya. Bak maşın oradadır. 3 dərdə. 1, 2. Mənim dostlarımın Max məntiqidə yəni. Dostlar, ne diyorsun? Max məntiq. Bilə mən tərəfə gəldi ki, yıxılım. Baxırda çox balacasan, balaca. Balacadır, bax. Sana da hatırlamam. Demek ki geçmiş zaman. Keşke rahatım. Yolunda çözülür işlerse basit bir kulum desen. Çetinler zulüm desen. Gülümse sen. Burada. İşler yolunda. Deməli, salam dostlar. Bu videonun əvvəlini çəkəcəm, elə çəkməmişəm. Mən gəlmişdim, bugün mənim bir dərsim var idi. Bayaq qeyd elədiyim kimi. Prosto mənim çox gözəl dostlarım var. Məni distrakt elədilər dərsdən. Mən bunu YouTube-a paylaşacağım. Sizi məşhur eləyəcəm. Əslində onu izlənmə 50. Yaxşı, biz onda yaxşı influence verək də. Biz demək istirdik ki, yəni gedək, dincələk biraz. Hə, mənim nəsə ayağım ağramağa başlayıb. Sən ayağını düşün. Amma dərsdən qaçanda ağrımırdı. Dərsə qulaq asarsan ayağını ağrır. İndi gözləyin. Siz bir dənə bizə baxın. Necə mərci, belə əsl biz bildiririk ki... yəni biz bildiririk ki, yaz gəlib də, hamı belə açıq tonlu zaten. How I love this vibe. I also. Yenə gəldik Siyə, yenə gəldik bizim məkana.
Çox qırıq-qırıq və hissə oldu. Ona görə biraz heyfslənirəm. Oha. Bugün biraz maraqlı, biraz maraqsız, biraz dolu, biraz boş və çox qarışıq keçdi. What's this? Yəni bilmirəm. Nə bilim, qaydanda ümid edirəm, burada danışaram. Bugün haqqında. Mənim canım dostlarım. Salam. 10-cu salam. Yəni kim belə soyuq havada bir dənə bundan gələr. Mən çıxanda çox düşündüm ki, o plaşı geyinmək, amma geyinmədim. Amma kaş ki, geyinərdim. Dostlar, bugün açılanda mən danışmaq istədim. Gözlədim universitetə gəlim, universitetdə danışaram, amma bir türlü o fürsəti tapa bilmədim danışmaq üçün. Ona görə indi danışıram. Bugünüm çox gözəl açılmışdı, hava çox gözəl idi və indi hava külək və soyuq. Və bugünün kombini də dəhşət ürəyim getdi. Gəlib, gələcək prezentasiyamız haqqında danışdıq, onun surveyini düzəltdik qrupmeytimlə. Sonra dərsə girmək qərarını aldıq, çünki bir dərsim var idi, həm də onun üçün gəlmişdi, amma sonra necəsə oldu, başqa uşaqların prezentasiyası olduğunu öyrəndik və dedik ki, girməyək bir gün dərsə, həm də hava gözəl idi deyə, ondan biraz yararlanaq və girmədik. Qızlarla oturduq, voleybol oynayanlara baxdıq, onsuz bu kadrları necə görəcəksiniz, gördüyünüz yadakı videoda. Sonrasında da biraz sıxıcı keçən bir gün. Mücalə ilə oturduq, çay içdik, Fərid ilə bayaq onları da gördünüz yəqin ki, və indi gedirəm evə. Yəni ki, əslində bugün evdə qalmaq fikrim var idi, amma qalmadım. Bu arada dəhşətli dərəcədə ayaq ağrısı var məndə. Bilmirəm niyə, çox pisdir, yəni təzə bilmirəm mən. Ayağımı güclə qabağa çəkirəm. Ümid edirəm dünənki bowlingdən falan deyil, yoxsa çox pis olar. İndi də çətinliklə yeriyirəm. Necə gedəcəyim haqda heç bir fikrim yoxdur. Okay, they teach children. So this also applies to other island nations are taught how to surf. They learn how to surf. So you have football lessons here in Azerbaijan, they have surfing lessons there. They don't care about football, they care about surfing. Okay? Bugün çox pasiv gündür uşaqlar. Dərs başlayalı nə qədər olub, mən 15 dəfə əsnəmişəm. Yuxum kəsilir. Ona görə mən bugün simple outfitlər. Çünki qalmayacağım universitetdə. Universitetdən doymuş kimi hiss edirəm. Laynerim də yayıldı ya. Ayında nə pis oldu. Lady Secret çantamı götürməyə. Ayda, heyecanlıyam. Mən qorxuram. Sən yandasın, sən yandasın. Yox. Vapşı qorxdum. Gedib bunu indi unpacking edib videosunu çəkirəm. Qoyacağım vloguma bunu. Diqqətən vlogum. Ayda qorxuram. Sağ ol. Sağ ol. Deməli uşaqlar, B-də Leylanı gördüm. Salam. İndi mənim gecikmiş 4 ay sonra sekret çanta açıram. Bu anı nə qədər gözləmişdim, siz bilə bilmirsiniz. Ayda, böyüdən başlayayım, balacadan. Balacadan məncə. Balacadan? Porsche açarı falan çıxar. 3 dənə şey var ya burada. Çok şirin gördüm. Ayda, what's this? Bir tane şirinliğine bak, ətək mi? Çok güzel görünüyor. Ayda bağlıdır. Uzun cəhdlərdən sonra bunu aça bildik. Ay Allah, buradan. Ayda. Ben şu buradan gördüm. Bu şey telefonun dalına yapıştıran. Çok şirindi. Hem ki ben buna fobiyam var diye. Bu geldi bana tapdı. Ben şoktayım.
Şokdayım. Ama çok şirin değil. Ben akşam varız. Ben akşam. Ama desin. Let's get it diye. Ben diyesem beğendim. Şamdır. Mehriban. Sana hiç özenip. Çok incedir. İsvaiz ben bu kapıda şam. Ayda hemşe şam istemiştim ben. Bunun yerine adım yandırmağa kıymaz ya. Çok qəşəngdir axı. İndi uşaqlar. Məsələn, odur. Uşaqlar. Ay görünürmüş. Ayda, mən bunu istəyirdim. Ciddiyəm. Belə göstər bir dəfə. Mən bunu istəyirdim. Mən həmişə bunu istəyirdim. Ayda necə açacağım? Burada Leyla mənə kömək göstərsin. Ayda. Oh my god. Da bak. Çok qəşəngdir. Ayda. Yanına bakalım. Bunun gözəlliyinə baxın siz. Ayda. Ağlayacağım. Aldığım en güzel hediyelerden olabilir ya bu. Baba Leyla duruyor burada. Akşam gelip Yanına bakın ne kadardı. 8 liraydı bir de. Bir de çok hayaladı. Ne? Yok, mən hamısı birdir. Deyəsən, təsəvvür edeyim bir dənə. Fərqli güllər deyə Leyla demiş. Bunlar baxın. Ayda. Çox sevindim mən. Baxın. Çok oturuq. Hələ bunun da gözəlliyinə baxın siz. Yəni ki, Secret Santa doğrudan da o gülməli şeyi almaq şeyi, bu onu yerinə yetirdi. Çünki bu həmişə məni güldürüb və mən biraz bundan çəkinmişəm açıqda. Amma indi görsən, nədən qorxursan o gəlib səni tapır da yəni. Nədən qorxdum o məni gəlib tapdı. Nəyə istəyirdim o da gəldi məni tapdı. Nəysə, bugünü çox yaxşı başlamamışdım, amma yaxşı qutarıram en azından. Bugün bu kadar. Bu arada mən o qədər öyrəşmişəm ki, universitetdən geç saatlarda çıxmağa. İndi saat 1-2-nin yarısı olmalıdır. İndi çıxıram universitetində bir gedirəm və özümün qəlbə hiss edirəm. Amma yaxşı cəhət odur ki, axşam az yatmışdım deyə indi gedirəm yuxu almağa. Bir də sabah gələcəm, universitetin 6-cı gün dərsim var və probably sabah mənim vlogumun axırıncı günü olar. Ya da bazar günü axırıncı günü olar. Deməli, çoxdandır ertələdiyim bir işi görməyə gedirəm. Özümə kart almağa bir bankdan, Kapital bankdan. 2 aydan sonra 19 yaşım olur. Mən özümə demişdim ki, 18 yaşım olan kimi özümə kart alacağım, amma hər dəfə ertələyirdim. Yəni evimin düz 2 dəqiqəliyindədir, 2 dəqiqə yaxınlığındadır. Amma həmişə ertələyirdim. Nəhayət ki, indi gedə bilirəm. Nəhayət ki, aldım mən bu kartı. Məndən çox dostlarım buna sevinəcək. Çünki həmişə onlar deyirlər ki, ertələməzəklə get bu kartı al. Çünki həqiqətən də çox qısa çəkdi. Heç 5 dəqiqə çəkmədi bu kartı almaq. Mən niyə 10 aya yaxındır ki, mən bunu ertələyirdim. Neyse, bunu da bugün belə həll edib xeyirli olsun deyirik. Yazmaq istəyir, fikirləşir prosta. Bugün biz özümüzə yeni hobi tapmışıq. Ben özürüm gülmedi. Özür beləyim. Yazma. Elə mən yazıram. Biraz eləmək lazım diye belə biraz fərqli bir şey. Uşaqlar. Yazır. Bəs qutardadır, ürək Bugün doluysa. etkilendik, hələ də yazır. Beğendi. Bu bana bu bağlı. Bir kız kendine tanıtmaz. Öldürürəm. Dostlar salam. Mənim 10 günlük vlogumun son kadrıdır bu. Əslində bunu daha əvvəl çəkməliydim. Yəni altı bazar başqa planlarımız var idi, amma onlar olmadığı üçün vlogum davam etməyə qərarı aldı. Mən tam da bir memarlıq, dizayn oxumalı bir şagird idim, bilirəm. Bilirəm, amma məndən qəşəng çəkib düzdür, spoiler verin. Dərdli günümdən qaçanda, yəni dərsdə məni tapan. Bunlar bu mahnı açmayın da.
Hər bir gözlərim də oldu. Hər bir gözlərim oldu. Mən çox emotional insanım. Göstər günü. Baxın, bu yerinə baxın, bu yeri gəlir. O yeridir. I heard all the men lost of you, some and none of you. To the night we met. Adam çəkə bilmirəm, bala. Sən üçün şeyin zat çəkə bilirsən, mən onu da çəkə bilmirəm. Mənim adam çəkmə cəhdimə bir dənə baxma, elə bir ağac gövdəsidir. Ya da xanım, you chose this music on purpose. This is so emotional. Yaxşı ki, bu eksperiment eləmədim, yoxsa mən ağlayardım. Mən ağlayardım, mən özüm bilirəm. Ürəyim şeyləri gəlirdən götürür verəcək. Danışacağım sizə nə? Deməli, bugünkü dərsimiz çox maraqlı oldu. Bizim əsas dərsimiz critical race theory üzərindəndir və bizə dedilər ki, biz A4-də çəkməliyik özümüzə ən dəyərli olan şeyləri. Mən də çəkdiyim nəsə ağlıma, Jalə, mama gəldi, onları çəkdim. Bizə çox yaxşı çəkməmişəm və volunteerlər oldu, hansılar ki, izah elədilər, nəyə görə bu şəkillər çəkiblər və müəllimimiz də götürüb onları kəsdi və yaxud da onlara dəyərli olan bir şeyləri onlardan götürdü və çox emotional momentlər idi. Dərsin əvvəlində dedi ki, əgər emotional insansızsa, dərsdən çıxın və iştirak eləməyin. Amma bu hamını daha da dərsə maraqlı cəlb elədi təbii ki. Biz də qalmaq seçdik və çox maraqlı eksperiment oldu. Yəni bu dərsə daha da maraq qatdı və unudulmaz bir təcrübə oldu. Mən də hər zaman kimi təbii ki kövrəldim. Çünki insanlardan sevdiyi şeyləri götürməyi, kəsməyi və yaxud da çəkdikləri bu vərəqə belə bunu eləmək belə çox acı bir şey idi. Yəni belə. Dərslərimiz belə eksperiment tipli, öyrədici keçəndə çox sevinirəm. Çünki daha asan öyrənmək olur və daha zövq verir insana. Ona görə də bugün belə oldu. Во-первых, я сейчас сказала, что she didn't even answer to that question. Я просто сказала, что это silence is also... Ən sevdiyim dərsdən çıxandan sonra bir dənə bu dərsdə mən yəni rahat danışa bilirəm və çox sevirəm. Gələn ay 1 ili tamam olacaq ki, Kəpəzə addım atmışdım. And the result is here. Bugün uzun müddət sonra tək yemək yiyirəm. Çünki məncə Jalə bəlkə hələ dərsdən çıxmayıb. O bir dostlarım o tərəfdə oturub, mən bir dənə paprikamı gözləyirəm, Şanay gözləyirəm. Ona görə bugün təkiyik. Amma mənzərəm qəşəngdir. Mən də oxuyacaqdım. Yəni, yox, bax içində məndə dəyişəcək. Her şeyi çek. Mesafeler bizi yormaz. Kim sevmeyipse hiç vaxt anlamaz. Gülə etsə də, yarışasa da, Boran olsa da. Bu mənə xoşdur, sən yanımdasan, qəlbim sərxoşdur. Stay Fall 2025 at the School of IT and Engineering. First of all, I just want to say congratulations to all of you being here. Nihat Ələkbərli. Vüqar Qələndərli. Lina Kərimova. Fərid Quluzadə.
Cəlil. Elşən Səmədzadə. Natiq Abbaslı. Gəlir akademik VIP. Teşekkürler, çok sağ olun. Fəxrlərimiz. Əslində uşaqlara almışdı. Bölebilirim. Dərs keçmək deyir. 650 manat sen al. Uşaqlar, IT-nin Excellence-ı qutarıb indi Günelin Excellence-ını gözləyirik. Vapada, Spiya. Gəlmişəm bura. Mən də çəkirəm. Fəriqin nə güzel insidir. İşte gözləri Excellence başlamır, bizimkiler yoktur. Sen demə bizim Excellence Sidədir. Bəli, Sidədir, bir də deyirik gözləyirik. Və niyə heç kim yoxdur sizdə? Çünki Sidədir, bizə deyildir. Responsibility. Okay, occasion very simple, straightforward. This celebration of academic excellence. I am taking the liberty. Cüneyl Alizade. Yani ne düşünüyorsun? Bizim akademik weaponlar parti. Bu kadar. Yine başka bir zaten bu telefon hangisi? Aysan, yok. Və bu da son kadrdır. Bu 10 günlük vlogu çəkərkən mən çox zövq aldım. İnşallah ki, davamlı olar. Həmişə vlog çəkməyi xoşlamışam və nəhayət ki, I did it. Ümid edirəm siz də baxanda zövq alarsınız. Başqa nə deyim? Maraton cümlələrdən deyim. Vlogu bəyəndinizsə, komment atmağı, subscribe olmağı unutmayın. Yanında da Yanları bir dənə. Like eləməyi də unutmayın. Basın, o düğmələrə basın, like edin altına. görüşürüz. 5 saniyə çək. Çox çəkmir. 5 saniyə. 1 2 3 4 5.